Deməli, bugün sizə mən alkanlardan 236 və 237 nömrəli testin izahını verəcəm. Bu testdən 1-ə həm 4-cü bloklara gələ bilər. Deməli, alkan verib, alkanımızın formulu CnH2 plus 2-dir. Məndə alkanlarda hibrid orbitalların sayı 4-dür. Qeyri-hibrid orbitallar hidrogenlərin sayı olduğu üçün 2 plus 2-dir. Burada mənə qeyd edir ki, hibrid orbitalların sayı A. Gətirib məndə nədirsə, ona bərabər eləyirəm. Qeyri-hibrid orbitalların sayı A-8. Mən əsl düstura görə yazmışdım ki, plus 2. Bunu bərabər eləyirəm A-8-ə. Buradan sistem tənlik alıram. Gətirib A-nın yerinə burada 4-ün qoyduqda A-ya çıxacaq. Deməli 5. Daha doğrusu A-ya yox, N-ə 5 çıxır. N-in 5 çıxmağı o deməkdir ki, mənim alkanım C5H12 imiş. Qeyri-polyar rabitələri istəyir. Qeyri-polyar rabitələr isə karbon-karbon arasında olandır. 5 karbon varsa 4 rabitə olacaqdır. Karbon sayından bir vahid aşağı. Sonra alkan var. Yenə eynidir. Bu səfər yenə 4-ünü bərabər eləyəcəm A-ya. 2 plus 2-ni bərabər eləyəcəm A-6-ya. Buradan n bərabərdir. Bu sistemi tənlik həll edib yenə A-nın yerinə 4-ünü qoysaq, n-ə çıxır 4. Deməli, onda bu C4H10 imiş. Məndən polyar rabitələrin sayını istəyir. Polyar rabitələrdə karbon hidrogenlərdir, yəni hidrogen sayı. O da 10 ədəd.